Sağlam münasibəti necə başlayım? Sağlam münasibət necə olmalıdır? Baxın, sağlam münasibətdə də daimi olaraq mübahisələr olur. Sadəcə burada fərdlər mübahisələri öz şəxsiyyətlərinə yönəlmiş bir təhdid olaraq görmürlər. Onlar mübahisələri həll olunması lazım olan bir problem olaraq görürlər. Sağlam münasibətdə sənsiz ölərəm, sənsiz qala bilmərəm kimi cümlələr qurulmur. Bu davranışlarla əsasən biz toksik münasibətlərdə daha çox rastlaşırıq. Sağlam münasibətin göstəriciləri əsasən tanış olduqdan 3-6 ay sonra ortaya çıxmağa başlayır. Çünki bu müddətdən sonra insanlar bir-birlərinin real mənini öyrənməyə başlayırlar. Sağlam bir münasibətə başlamazdan öncə ilk baxacağınız məsələ qarşınızdakı insanın ailəsi ilə olan münasibətidir. Çünki müəyyən bir zamandan sonra kişi öz anası ilə olan davranışını, qadın isə öz atası ilə olan davranışını münasibətdə göstərməyə başlayır. Və zamanla qarşı tərəfin bütün hərəkətləri qıcıq yaratmağa başlayır. Ona görə də bir münasibətə başladığınız zaman insanın ailəsi ilə olan münasibətinə çox diqqət eləməlisiniz.